Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb. Qafqaz Media xəbər verir ki, bu barədə məlumatı Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları qərargahının rəisi, General Asim Munira xəbər verib. Bildirilib ki, zərbə nəticəsində yaralananların sayı isə 46 nəfərə yüksəlib. Bundan əvvəl hadisə zamanı 8 nəfərin öldüyü, 35 nəfərin isə xəsarət aldığı bildirilirdi. Pakistan Hərbi Hava Qüvvələri buna cavab olaraq Hindistanın 4 qırıcı təyyarəsini vurub. Hindistan Hərbi Hava Qüvvələrinin məhv edilən təyyarələri arasında Fransa istehsalı olan Rafale, bir ədəd Rusiya istehsalı olan Su-30 və bir MiG-29 qırıcısı olub. Hindistan ordusu həmçinin Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. Bu barədə məlumatı Pakistanın İnformasiya naziri Attaullah Tarar açıqlayıb. Onun sözlərinə görə Hindistan tərəfi ağ bayraq qaldıraraq məğlubiyyətini etiraf edib. Məlumata görə Pakistan ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.